Möcüzə Bilfəz balamı və Prinses Alina qızımı, iki dənə gözəl balamı bir gün evə yola salırıq. Bilfəz balamız düz 10 ilin həsrətinə son qoyduq. Qızımızda problemlər çox idi. Hormonal problem, keyfiyyətsiz folikullar, yumurtaqlar çox zəif idi. Genetik faktor var idi. Borular bağlı idi. Bir boru müalicədən sonra açıldı, bir boru bağlı qaldı. Müalicəmiz 3 ilə yaxın oldu və müalicə nəticəsində 3 dəfə həmləlik oldu, amma kimyasal həmləlik oldu. Axırıncı dəfə, 4-cü dəfə həmləlik oldu və şükürlər olsun testimiz göstərdi, amma həmləliyimiz çox çətin oldu. 12 həftəyə kimi, 13 həftəyə kimi düşük riski var idi, hematoma var idi. Sonra 24 həftədən sonra başladı uşaqlıq boyun qısalmaq, erkən doğuş riski başladı. Laxtalanma, zob, genetik faktorlar, bunları hamısını aradan götürəndən sonra axıra kimi çatdıq və balamız dünyaya göz açdı. Bir gün evlərinə gedir. 2 ailəyə sevinç bəxş edirik. Sizi təbrik edirəm. Mama oldunuz, mama statusu qazandınız. Çox sağ olun doktor. Bugün ailəm, mən xoşbəxtəmsə sizin sayənizdə 10 il əziyyətin bəhrəsini sizin əlinizdən Allah mənə verdi. Çox şükür, yaxşı ki sizi Allah mənim qarşıma çıxartdı. Çox sağ olun. Sonsuzluqdan əziyyət çəkən bütün xanımlara buradan demək istəyərəm ki, mütləq Elmira xanımı seçsinlər. Heç vaxt peşman olmayacaqlar. Mənim kimi xoşbəxt çıxacaq bu saat. Ailəm belə xoşbəxt həyatda həsrətlə gözləyirlər balasını. Əsas səbir. Bəli, səbir, səbir, bəli. Əlbəttə ki, düzgün diaqnoz, düzgün müalicə və nəticə qucağımızdadır. Sizi təbrik edirəm. Çox sağ olun doktor. Çox sağ olun. İkinci prinsesimiz Aliniçikamız, prinses Kukla qızımız bugün evə yola salırıq. Ayda qızımı da təbrik edirəm. Qızımız riskli həmləlik keçirdi. Hematoma var idi, düşük riski. Ona baxmayaraq axıra kimi çatdıq və bizim prinsesimiz bəzənib gedir bir gün evlərinə. Sizi təbrik edirəm. Böyük qız sağlam, xoşbəxt olsun. Çox sağ olun Elmira xanım. Mənə ana statusunu qazandırdığınız üçün. Birinci Allah, ikinci sizin sayənizdə. Birinci çox qorxurdum ki, riskli hamiləlikdir, nəsə olar falan. Sonra düşündüm ki, yox, hər dəfə sizin yanınıza gələndə sizdəki o aura, xoş səmimiyyətə baxdıqca gördüm ki, yox, axıra qədər çatdıracam. Çox sağ olun ki, mənə belə şirin övlad nəsib vermisiniz. Minnətdaram sizə. Təbrik edirəm. Böyük qız olsun, sağlam, xoşbəxt olsun. Maşallah qızımız şirin, gözəldir. Bütün ömrünüz belə şirin olsun, gözəl olsun. Qızımız da xoşbəxt və sağlam olsun. Sizi də təbrik edirəm. Biz de gedirik yavaş. Bizim ailelerimiz gözləyir. 2 ailəyə sevinci bəxş etməyə. Paka. Qızlar təbrik edirəm. Artıq ana olub, sevgilərimizə gözümüz aydın. Çox sağ olun, çox xoşbəxtəm. Sevincimin həddi hüdudu yoxdur. Çox sağ olun Elmira xanım, sizi çox sevirəm. Çox sağ ol, gözümüz aydın olsun. Allah hamısına qismət eləsin.